Eldar və Nigar ekskluziv olaraq bizim səhərdən. Bizim səhər tamaşaçılarına səhərinizi necə açırdınız Avrovision dönəmlərində? Ondan danışardınız. Heyf ki biz səhərlərimizi axşamlarımızla bir-birinə qatırdıq. Amma səhər duranda biz tez qaçırdıq məşqə. Bizim öz pavilyonumuz var idi ki biz ora qaçırdıq. Rəqs edirdik, xoreografiya, yəni dərslərimiz var idi. Sonra da biz mahnımızı oxuyurduq. Nömrə qurulandan sonra biz hər gün səhər tezdən saat yəqin 7-də, 8-də artıq pavilyonda olmuşuq. Yəni artıq iş rejimi başlayırdı və saat 12-də hər şey bitirdim. İndi necə? İndi səhəriniz necədir? İndi çox yaxşıdır. Biz həm də biz indi də saat 10-da dururuq, saat 7-də dururuq. Ya da saat 3-də, 4-də, ona görə ki, aeroporta getməliyik bir yerə gedəndə. Tez dururdunuz, hansınız gec dururduq? Mən həmişə tez dururam. Həmişə tez dururdum. Hardasa Sonra da 10-15 dəqiqə sonra mənə Nigar zəng eləyirdi, deyirdi ki, harada qalmısan sən? Maşın aşağıda artıq gözləyir, biz artıq qaçmalıyıq. Və mən çalışırdım ki, hər gün özümü çatdırım, amma alınmırdım. Bir-iki dəfə alınmışdı, amma ondan sonra alınmırdı heç nə. Təşəkkürlər. Çox sağ olun.